Salam əziz izləyicilərim. Mən bu günləri Türk mətbəxinə aid irmik halvası hazırlayıram. Bu da məndə kərə yağıdır. Nehrə yağı demək olar. Ərisin. Biraz da əlavə edəcəm. Bu azdır. Mən buraya 3 stəkan irmik əlavə eləmişəm. Hardasa bir 150 qram yağ olmalıdır. Ən aşağısı 150-180, yəni belə yağ olmalıdır qramdan. Mən də burada təxmini götürürəm. Dünən hazırlamışdım, çox bəyənildi. Rəngi qəhvə rəngi olana qədər qovurmaq lazımdır. Az ateşdə olmalıdır altı. Yəni gür ateşdə olmaz. İndi biz bura dolma fıstığı adlanan fıstıqdan əlavə edirik və halva ilə bir yerdə qovururuq. Halvamız artıq rəngi dönür yavaş-yavaş, amma biraz da qəhvəyi rəngi olmalıdır. Əlimiz dayanmadan qarışdırmaq lazımdır halvanı. Artıq şərbəti əlavə edirik. Halvamız artıq hazırdır. Biri yeyildi. Artıq halva hazırdır. İrmik halvası.